Bahar yarmarkasında nələr yedim, nələr. Bilirsiniz ki, Torpaq əlimdə, bahar ürəyimdə yarmarkası yenidən fəaliyyətə başlayıb. Çox gözəl şəkil çəkdirməlik dekorlar var. Həqiqətən əla bəzədilib. Abu-hava superdir. Yenə bir-birindən maraqlı stendlər mövcuddur. Biz ilk olaraq Az Burger stendinə baş çəkdik. Onu qeyd edim ki, yarmarkada olan stendlərin içərisində ən münasib qiymətli olanlardan biridir. Ətli burgerin dadına baxdıq. Həqiqətən görüntüsü qədər dadı da möhtəşəm idi. Keyfiyyətin yüksəkliyini daddığınız zaman hiss edirsiniz. Porsiyası da olduqca doyumlu idi. Kartof frelerini bir ayrı bəyəndim. Bol ədviyyatlı, çox ləzzətli idi. Bunun üstünə düşündük ki, şirniyyat və çay əla gedər və Askatmer stendinə yaxınlaşdıq. Buranın şirniyyatları çox diqqətimizi çəkdi. İlk katmeri sınadıq. Bol şokoladlı idi, çox bəyəndik. Yanına çay da sifariş etdik. Yarmarkaya yolunuz düşsə mütləq sınayın. Daha sonra churrosun dadına baxdıq. Özəl sos ilə birlikdə servis olunur. Sosu ilə birlikdə möhtəşəm idi. Sonda isə orman meyvəli kapı sınadıq. Çox dadlı hazırlanmışdı. Qiymətlər də çox münasib idi. Hər iki sınadığımız stendi çox bəyəndik. Sizə də məsləhət görürəm.